Bugün uşaqların beynəlxalq müdafiəsi günüdür və unutmamalıyıq ki, uşaqların üzündəki təbəssüm daha parlaq və işıqlı gələcəyə aparan ən böyük addımdır. Maraqlıdır, bəs bizim gələcəyimiz olan balacaların xəyalları nədən ibarətdir və onlar üçün xoşbəxt uşaqlıq nə deməkdir? Gəlin bütün bu sualların səmimi cavablarını elə uşaqların özündən eşidək. Adın nədir? Nizami. Nizami, neçə yaşın var? 7. Nizami, sən özün üçün hansı hədiyyəni almaq istəyərdin ki, sənə o hədiyyəni versinlər? Lamborghini. Bəs dünyada uşaqlar üçün nəyi dəyişmək istəyərdin? Getməyək məktəbə. Daha sonra sən bəs böyüklərə nə məsləhət vermək istərdin? Məsələn, valideynlərinə nə məsləhət vermək istəyərdin? İstərdim ki, telefonda Roblox oynayım. Bəs valideynlər səni ən çox nəyi qadağan eləyir? Skuter sürməyə qoyur. Sən böyüyəndə kim olmaq istəyirsən? Böyüyəndə polis olmaq istəyirəm. Nə üçün polis olmaq istəyirsən? Cərimə eləməyə, pul qazanmağa bilər. Sənin adın nədir? Abdullah. Abdullah, sənin neçə yaşın var? 7. 7. Abdullah, sən özün üçün hansı hədiyyəni arzu edirsən? Samsung. Nə? Telefon, planşet? Telefon. Telefon hədiyyə eləsinlər. Bəs dünyada uşaqlar üçün nəyi dəyişmək istəyərdin? Nə olsun istəyərdin dünyada uşaqlar üçün? Maşın. Maşın olsun. Valideynlərin sənə hansı qadağaları qoyur? Telefon. Telefonda oynamaq olmaz, yoxsa necə? Telefonla oynamaq olmaz. Olmaz. Bəs sən böyüyəndə kim olmaq istəyirsən? Polis. Polis. Bəs sən böyüklərə nə məsləhət vermək istəyərdin? Valideynlərinə. Onlar səni danlayır, istəyərdin danlamasınlar. İstəməzdim. Sən onlara nə məsləhət vermək istəyərdin bəs bu məsələ ilə bağlı ki, səni danlasınlar, danlamasınlar, sənə nəyi qadağa etsinlər, etməsinlər? Nə demək istəyərdin? Evdə məni tez yatırırlar, telefon icazə vermirlər. Как тебя зовут? Меня зовут Аббас. Аббас, какой бы ты подарок хотел получить? Я бы хотела, чтобы мне родители разрешали побольше играть на улице. Потом побольше сыграть на телефоне. Ну и все. А что бы ты посоветовал взрослым? Я бы хотела, чтобы они жили очень много и любили меня. А что тебе родители чаще всего запрещают делать? Больше они запрещают мне играть в телефон. А что для тебя значит счастливое детство? Счастливое детство не значит, что много играть, ну и все. А кем бы ты хотел стать, когда вырастешь? Я бы хотела стать спецназом. А почему? Потому что я хочу спасать людей, как Человек-паук, спасать людей всех. Övladınız sizə nəyi öyrədib? Övladım mənə təmkinli, səbirli olmağı, məsuliyyətli davranmağı, daha qabaq görən, göz açıq olmağı öyrədib və bunlar da mənə çox şey qazandırıb həyatımda. Sizcə bugünkü uşaqlar üçün çatışmayan nədir? Uşaqlarda çatışmayan biraz fikir dağınıqlığı deyim, səbirsizliyi elə onlarda da mən görürəm. Daha çox elektronikaya, telefona yönlənmələri, dərsdən biraz uzaqlaşmaları və biz də bununla mübarizə aparırıq ki, dərslərə yönəldək, elektronikadan daha uzaqlaşdıraq ki, uşaqların beyinləri yüklənməsin, belə bir böyük bir yüklən. Valideyn olmağın ən çətin tərəfi nədir? Çətin tərəf yenə deyirəm, məsuliyyətli olmaq lazımdır. Yəni sən özün yox təkcə uşaqları da fikirləşmirsən. Əlavə bir sənə tapşırıq da var ki, bu uşaqların qayğısına qal. Bəli. Bəs övladınızın uşaqlığı sizinkindən nə ilə fərqlənir? Bizdə biraz limitli idi hər şey. Ancaq onlarda yaxşı ki, hər şey var. Yəni əl çatandır. İstədiyimiz vaxt istədiyimiz hər şeyi əldə edə bilirik. Onları bundan qane edirik. Bu qədər. Övladınıza verəcəyiniz ən vacib məsləhət hansı olardı? Bütün analar kimi mən də onların oxuyub ağıllı bir övlad olmağı, həyatda öz peşəsinə yiyələnməyi, uğur qazanmağı. Bu qədər. Как тебя зовут? Меня зовут Саида. Саида, а какой бы ты подарок хотела получить? Я бы хотела получить новый телефон. Так, а что бы ты изменила в мире для детей?
Я бы хотела, чтобы родители разрешали детям много гулять, разрешали побольше им смотреть телефоны, не знаю, и с друзьями гулять. А что бы ты посоветовала взрослым? Я бы посоветовала, чтобы они не запрещали своим детям что-нибудь делать или запрещать дружить, запрещать это делать, что-то. А что тебе родители чаще всего запрещают? Запрещать смотреть много телефон. А что для тебя значит счастливое детство? Счастливое детство, то есть, когда мы еще маленькие, мы можем бегать, гулять с друзьями, а когда мы вырастем, мы уже взрослые, мы должны работать, много трудиться, а в детстве мы свободны. А кем ты хочешь стать, когда вырастешь? Визажистом. А почему? Ну, я люблю делать макияж, я даже почаще делаю себе макияж, когда куда-то иду. Adın nədir? Ləman. Ləman, sənin neçə yaşın var? 9. Ləman, sən özün üçün valideynlərindən hansı hədiyyəni istəyərdin? İt. İt istəyərdin, maraqlıdır. Bəs valideynlərin sənə ən çox nəyi qadağan edir? Telefon. Telefonda oynamağı? Əla. Bəs sən böyüklərə nə məsləhət vermək istəyərdin? Mənə çox oyun oynamağa icazə versinlər. Aha. Bəs sənin üçün uşaqlığın ən xoşbəxt anı hansıdır? Doğum günü. Dünyada uşaqlar üçün nəyi dəyişmək istəyərdin? Məktəbə getməməyi. Bəs böyüyəndə kim olmaq istəyirsən? Rəssam. Adın nədir? Aydan. Aydan, sənin neçə yaşın var? 6. Aydan, sən özün üçün valideynlərdən nə hədiyyə almaq istəyirsən? İt. Bəs sən böyüklərə nə məsləhət vermək istəyərdin? Nə demək istəyərdin valideynlərinə? Valideynlərə telefonla qoysunlar. Sənə valideynlərin ən çox nəyi qadağan edir? Telefon. Sən dünyada uşaqlar üçün nəyi dəyişmək istəyərdin? Məktəbə getmək istəmərdim. Sən bəs böyüyəndə kim olmaq istəyirsən? Vloger. Мой ребенок меня научил терпению и эмпатии. Я однозначно убеждена, что им не хватает живой игры, да, общения со сверстниками. К сожалению, сейчас наблюдается такая диджитализация, да, детей. Ну, это огромная, конечно, разница нескольких поколений. Ну, прежде всего, что, наверное, мое детство было лишено многих тех возможностей интернета, скажем, банального телефона, которые сейчас у каждого ребенка практически есть. Но в чем-то наши дети более удачливее, потому что у них есть доступ к большим ресурсам, книгам, которых у нас не было. Adın nədir? Ayla. Ayla, sənin neçə yaşın var? 6. Ayla, özün üçün hansı hədiyyəni arzulayırsan? Çanta. Bəs valideynlərin sənə ən çox nəyi qadağan edir? Telefon oynamaya icazə vermir. Böyüklərə, valideynlərinə nə məsləhət vermək istərdin? Onlara nə demək istərdin? Hər şey icazə versinlər. Bəs sən böyüyəndə kim olmaq istəyirsən? Rəssam. Rəssam olmaq istəyirsən. Bəs sənin üçün uşaqlığın ən xoşbəxt anı, yəni sənin üçün ən xoşbəxt an hansı andır? Parka getmək, oynamaq, getmək, həyətə düşmək. Adın nədir? Əlidir. Əli, neçə yaşın var? 6 yaşım var. Özün üçün hansı arzuladığın hədiyyəni almaq istəyərdin? Öz arzuladığım hədiyyələrdən belə sürüşkən maşınlardan oluyor parkda. Onlardan istəyərdim. Ondan sonra heç nə istəmirəm. Bəs dünyada uşaqlar üçün nəyi dəyişmək istəyərdin? İstəyərdim ki, nəzakət olsunlar, nəzakətli. Uşaqlar nə bilim, biraz çox uşaq yazı qışqırtmasınlar valideynləri. Ona sonra heç nə deməyim yoxdur. Valideynlərin sənə ən çox nəyi qadağan edir? Nəyi qadağan Aha. edir? Qadağan elədiyi şey yoxdur. Sənin üçün uşaqlığın ən xoşbəxt anı hansıdır? Ad günümdə Ad günü.
Bəs böyüyəndə kim olmaq istəyirsən? Böyüyəndə YouTuber olmaq istəyirəm. Belə video çəkmək istəyirəm. Bu ildən 7 yaşında başlayacağım. А как тебя зовут? Меня зовут Бану. Бану, а какой бы ты подарок хотела получить? Ну, красивый, хороший. Для девочек наклейки. А что бы ты изменила в мире для детей? Чтобы они все веселились, но у них было свободное время, и, конечно, они делали уроки. А что бы ты посоветовала взрослым? Взрослым, ну, чтобы... Ну, взрослые делают, что они... чтобы мы все... нам было хорошо, поэтому ничего. А что тебе родители запрещают чаще всего делать? Чаще всего не бегать, чтобы я не простудилась, потому что потом я очень долго болею. А что для тебя значит счастливое детство? Гулять и играть с друзьями, А кем ты хочешь стать, когда вырастешь? скрипачкой. А почему? Потому что я играю на скрипке, и это мне просто одушевляет. Mənim övladım mənə belə deyək də, biz böyüdüyümüz kimi böyüməməyi öyrədib. İndiki uşaqlar belə daha gələcəyə baxımlıdır, daha texnoloji cəhətdən savadlıdır. Yəni mənim bilmədiyimi çox vaxt uşaqlarım mənə öyrədir. Televizoru idarə etmək olsun, telefonda nəsə yeni bir proqram olsun, yeni bir oyun olsun, uşaqlarımdan öyrənirəm bəzi şeyləri. Çatışmayan deməyək, indiki uşaqlar üçün belə deyək, hər şey var, amma uşaqların bəzi necə deyim, yəni maraqları yoxdur. Bizim marağımız olanlara onların marağı yoxdur. İndiki uşaqlar daha çox texnologiyaya daha həvəsi var. Telefona desək daha düzgün olar. Bəs valideyn olmağın ən çətin tərəfi sizcə nədir? Ən çətin tərəfi uşaqları bir yerdə otuzdurub kitaba üstündə oxutdurmaq. Mənim uşaqlarım daha sərbəstdir, belə deyək. Yəni mənim valideynim mənim üstümdə, oxumağım üstündə əsasən də çox ciddi olduğu, amma mən uşaqlarımın üstündə o qədər də ciddi deyiləm. Yəni böyüsün, özü nə istəyir, onu eləsin. Daha sərbəstdilər o cəhətdən deyə bilərəm. Ən vacib məsləhət istədikləri arzularının arxasınca getsinlər. Kiminsə sözünə görə, yəni yaşamasınlar.